Rusiya Zelenskinin əsas tələbi çatdırıldı. Putinin köməkçisi nəzərə aldıq dedi. Ukrayna tərəfi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa görüş təklifi ilə çıxış eləyib. Report Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib. Biz bu müraciəti nəzərə aldıq deyə o qeyd edib. Medinski Rusiyanın əlaqələri davam etdirməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə Ukrayna tərəfi ilə İstanbulda birbaşa danışıqlar başa çatıb və tərəflər min-minə formula üzrə əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, hər bir tərəf atəşkəsin gələcəyi ilə bağlı öz baxışını detallı təqdim eləyəcək. Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların nəticəsindən məmnundur deyə Medinski bildirib.